Bakıdakı 2 nömrəli Baza Tibb Kollecində əczaçılıq tədris laboratoriyasının açılış mərasimi keçirilib. Laboratoriya Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin dəstəyi ilə yaradılıb. Tədbirdə çıxış edən agentliyin prezidenti Abdullah Eren ilk xarici səfərini məhz Azərbaycana etdiyini bildirərək iki ölkə arasında strateji əməkdaşlığın konkret layihələrlə daha da gücləndirilməsinin vacibliyinə toxunub. Səfər proqramına əsasən oktyabrın 30-da Mərkəzi Klinikada Kardioloji Simulyasiya Mərkəzinin açılışı da nəzərdə tutulur. Oktyabrın 31-də isə yeni klinika xəstəxanasında ana və körpə sağlamlığı avtomobilinin təhvil təslim mərasimi və Xəzər Universitetində Nargendə Osmanlı əsirləri adlı kitabın təqdimatı keçiriləcək. Səfər çərçivəsində TİKA prezidentinin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri də planlaşdırılır. Bugüne kadar 1500'e yakın projeyi hayata geçirdik. Tabii Azerbaycan'ın başta ekonomi sahası olmak üzere çok farklı sahalarda, sıhhiye sahası da bunlardan bir tanesi, inkişaf ettiğini görüyoruz. Bu bizi çok mutlu ediyor. O yüzden Azerbaycan'da özellikle kalkınma işbirliği projelerini hayata geçiriyoruz. İşbirliği yaparak bu projeleri yapıyoruz. Senede 100'e yakın projeyi başta Bakü olmak üzere Azerbaycan'ın dört bir tarafında, farklı şehirlerinde tarım, hayvancılık, sağlık, eğitim, özellikle idari altyapıların güçlendirilmesi gibi alanlarda gerçekleştiriyoruz.